Bu babamın düzəltdiyi cuşədir. Hər il babam Novruz bayramında bunu düzəldir. Biz nəvələr çox sevinirik babam bunu düzəldəndə. Burada da həmin kimi adamımız. Bal Məhəmməd, bu nəvələr üçündür bu güşə, həm də Qarabağımızın alınmasının şərəfini düzəltmişəm. İnşallah gedərək Qarabağımızda bayramımızı keçirərik, hər il gedərik, aparacağım sizi. Bu da nənələrimizin, babalarımızın işlətdiyi əşyalardır. Tarixini bilməyən insan gələcəyini də bilmir. Saz, Ozan sazıdır, qılınc babalarımızın torpağa yad illərdən qoyduğu bir silahdır. Bu da bizdə Gürcistanda sənət deyirlər. Bu da gücədir Azərbaycanda. Bu da Nazlı xanımlar süzə bolağa getdiyi, apardığı gücədir. Bu da təkər. Bu təkər də babalarımızın Maşınlarında. Keçmiş elə bir ki maşınıdır. Bax bu nənələrimizin ipək yundan əyildiyi zəhərdən ilk toxuyardılar, uzaqet yun zorak toxuyardılar. Gəbələrdə istifadə olunurdu. Bu xalça oradan olur. Bəli, xalçalar. O da ki quşumuzun yuvasıdır. Belə, mənim kövrəklər də ki Allah Allah'ın bizə təbir verdiyi nemətdir. Bu da ki bayram nemətləridir ki, meyvələr. Allah Allah bizə göndərdiyi nimətdir. Ben ne dedim? Bütün Azərbaycanlı elimizi, umağımızı, dünyamızı, Azərbaycanla hamını bayram münasibətilə təbrik edirəm, öpürəm, sağ olun. Sağ ol.